şəhidlik zirvəsi. Bu Allahın rəhmətinə tam olaraq sarılmaqdır. Şəhidlər cəsarət və şərəf bulağının ətrafında əbədiyyat rəqsi deməkdir. Şəhidlər daima qəlblərdə, ürəklərdə bərqərar olanlardır. İnsanların, xalqın, millətin qürur və duyğu mənbəyidir. Onları dananlara ar olsun. Madəm ki, vətən torpağı şəhidlərin qanıyla sulanır, cüzərir, çörəyi o kəslərə haram olsun. Bu mövqeyi boş verənlər, unudanlar, yarı yolda bıraxanlar ləhnətə gəlsin. Şəhidlik məqsədi zəfərin yürüşüdür. Şəhidlərin ruhun incidənlər, bu niyyətin gözün arxada bıraxanlar rəzil olub məhv olsunlar. Vətənə, şəhidlərə xəyanət edənin hər biri həşarətlərdən betər bir məxluqdur. Həşarətlərdən betər bir məxluqdur. Allah bizim cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Amin Allah, amin, amin.